inanmır her gün sizinle. Şok kalmadan maraqlı qonaqlar, her sözümüz tam səmimi olar. Dünya dever diyecek öz sözü, qoşul bizə və şahid olursun. Hər eksklusiv burada səslənər, tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbətlər, tam səmimi. Banane, 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 banane. Let me go, go. Banane, 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 banane. Let me go, 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 banane. Özümü laf həqiqətən o dəniz qırağında, çimərlikdə, diskotekada hiss elədim. Həqiqətən adamın ürəyi, nə bilim oralarda, hələ oralara da gedib çıxmamışıq. Hələ ki işləyirik də, yaydı, amma işləyirik biz. Və düşünürəm ki, mahnım təsir oldu mənə. Çünki çox yaxşı əhval-ruhiyyəm var. Səndə əhval-ruhiyyə necədir, Rasim? Müşfiq, səndə necədir? Sənin əhvalın həmişə belə olur. İndi Qənirə xanım gələcək bura, sənin sevdiyin xanım. Ondan sonra sənin əhval-ruhiyyən yaxşılaşacaq. Yaqubsa da hər şey yaxşıdır. Röya xanımda da yaxşıdır hər şey. Uğurlar bütün komandamıza. Xoş gördük əziz tamaşaçılarımız. Xoş gördük bizi gözləyən, bizi izləyən dəyərli izləyicilərimiz. Bəli, gəldik və çox da maraqlı qonaqlarla gəlmişəm. Hayırlı, güylü, çallı, çağırır bir günümüz olacaq. 2 saat vaxtınızı, vədənizi bizə sərf eləyin. Mətbəximizdə çox dadlı, çox ləzzətli bir təyamımız olacaq. Yox, 2 təyamımız olacaq. Amma siz də nəsə hazırlaya izləyə bilərsiniz bizə. Təşəkkürlərim var, təşəkkürlərimi edim. Daha sonra qonaqlarımı dəvət edəcəm, gəlsinlər studiyamıza. Deməli, təşəkkürüm var geyimimə görə, əlbəttə. Zozan kişi geyimləri 050 055 302 17 17 əlaqə telefonları da. Saç düzümümə görə təşəkkürümü bildirəcəm Karizmada ilə özü də karizmatik bir qardaşım olan Mirustaya. Masazır Qurtuluş 93 yaşayış kompleksində karizma salona çalışır. Proqramımızın sponsorları haqqında məlumat verim sizə. Rekordun məhsulları bilirsiniz tərtərdə yetişdirilir, tərtərdə hazırlanır. Rekordun günə baxan tumları, məktəbli kökələri, meyvə şirələri bütün marketlərdə həm də hədiyyəli. Həm alırsınız, istifadə edirsiniz, həm də ki pul qazancı əldə edirsiniz. 100 manatdan ta 5 manata qədər. Amma siz bir-birindən maraqlı məişət avadanlıqları da rekord məhsullarını almaqla qazana bilərsiniz. Bir sözlə, marketə girəndə rekordu xəbər alın ki, rekord hardadır. Növbəti sponsorumuz Silk Plaster Maye divar örtükləri də bütün Azərbaycanımızda hardan ki divar kağızları almaq istəyirsinizsə, oradan birinci Silk Plaster xəbər alın. Çünki rütubətə, nəmişliyə qarşı davamlı, qiyməti çox aşağı, keyfiyyəti çox yüksək Silk Plaster'in maye divar örtüklərindən
bütün divarlarınız gözəlləşəcək. Necə ki, biz studiyamızın divarlarını silk plaster, belə deyək, maye divar örtüklərindən etmişik. Hər rəngi, hər çeşidi var. Yetər ki, xəbər alın, yetər ki, soruşun və həyət evlərində yaşayanlar o nəmişliyə artıq son qoyun. Divarlarınız nəmişlənməyəcək, rütubət çəkməyəcək, çünki bu qarşısını alır. Digər sponsorumuz Xanədan Şadlıq Sarayıdır, şahlara, sultanlara layiq. Xanədan Şadlıq Sarayı bilirsiniz ki, hörmətli tamaşaçılarımız, bu Şadlıq Sarayımız Sumqayıtda yerləşir. 18-ci mikrorayonda Çerkasi və Niyazi küçəsinin kəsişməsində. Sentyabr ayına qədər Xanədanda kimlər toy eləyirlərsə, deməli, gəlinlər pulsuz bəzədilir, pulsuz havayı və gəlinlik maşınları sizə pulsuz havayı verilir. Həqiqətən də ona görə də siz seçiminizi elə Xanədan Şadlıq Sarayından etsəniz yanılmayacaqsınız. Təsəvvürünüzə gətirin ki, 300-350 nəfərdən çox qonaq qaranızı o gözəl məkana sığdıra bilərsiniz. Əlaqə telefonları 050 ilə 605 75 45, 050 ilə 342 01 44. Təşəkkürlər sponsorlarımıza. Təşəkkürlər sponsorlarımıza. Qonaqlarımı dəvət etmək istəyirəm. Yavaş-yavaş gəlsinlər. Başlayım. Qəndərə xanım, bir gəlin mətbəxə görək. Mətbəxdə aktrisa Qəndərə xanım. Yaşar, bilmirəm, dünən izlədim verilişimizi, izləmədim. Qəndərə xanım həm yaxşı, onu demirəm, onu saxlayıram, qulağına deyəcəm. Qəndərə xanım həm gözəl yazardır, həm aktrisadır, həm rəqqasədir, ondan sonra həm... Bilirəm, serialda çəkilmirsən, filmə çəkilirsən. Universal adamdır da Yaşar, əsl sənlikdir. Yəni, əsl sənin adamındır, danışan, gülən. Və bugün Yaşar, bizim Yaşarımız, sənə münsif kimi də baxacaq, sənin səsi və ki, səndə nə var? Sabahın xeyir olsun, necəsən? Çox sağ olun, Allah razı olsun, sabahınız xeyir olsun. Buradan bizi izləyən tamaşaçılarıma çox sağ olun deyirəm. Bugün daha ləzzətli yeməklər olacaq. Daha ləzzətli? Daha ləzzətli yeməklər olacaq. Hər gün daha ləzzətli yeməklər olacaq. Hər gün daha ləzzətli yeməklər olacaq. Ərzaqlarımızı görürük. Yayda daha çox tərəvəzlərdən istifadə edirik. Qəndərə xanım, sizə uğurlar 2 saat içində. Sağ olun, Allah razı olsun. Təşəkkür. Qonaqlarımı dəvət eləmək istəyirəm. Bilirsiniz ki, Dünya Televiziyasının elə verilişləri var ki, onlar artıq sərhədləri aşıb, kənarlardan çəkilib, hazırlanıb göndərirlər bura. Bu layihələrdən biri Salam Azərbaycan. Salam Azərbaycan. Çünki Rusiyadan çoxdur verilişlərimiz. 2-3 verilişimiz var, səhv eləmirəmsə. O verilişin də aparıcısı çox maraqlı bir verilişdir. Rusiyanın 4 yanını gəzirlər. Təsəvvür ki, Rusiyanı gəzmək, qutarmaq sənə bir ömür kifayət eləməz. Sadət xanım, Arif qızı bu işin öhdəsindən gəlir. Sadət, xoş gəlmişsən. Sadət xanım bir həftədə Azərbaycandadır. Dedim, buradasansa yaydı. Mən səni görüm efirimizdə. Necəsən Sadət? Yaxşıyam. Təbii ki, səni görəndən sonra necə olmaq şən, əhval-ruhiyyəli, Allı, güllü. Bəli, yaydı. Biraz əhval-ruhiyyəli olmaq lazımdır. Sizin verilişiniz demək olar ki, hər kəs tərəfindən bəyənilir. Bizə baxan bütün hər kəsi salamlayıram. Dünya Azərbaycanlarını, dünya Azərbaycanlarını salamlayıram. Bütün xaricdə yaşayan, ölkə xaricindəki bütün soydaşlarımıza salamlarımızı göndərir. Və Samir, bir nömrəlidir sənin verilişin. Reytingdə Doğma Dünya TV kanalı. Ki, güzel eləmirlər, demirlər o nə verilişdir. Yox, hər kəs səni sevir, hər kəs yəni verilişi bəyənir. Çünki burada, belə deyək də, eynilik yoxdur. Çox gözəl, rəngarəng mövzulara toxunursan, çox gözəl qonaqlarım var. Uğurlar olsun, sükanı belə saxla. Təşəkkürlər. Digər qonağımı dəvət edəcəm. Qonaq deyil, o da mənim qardaşımdır. Özü yaxşı apar ha. Xoşum gəlmir, 2 gün sən özü yaxşı aparmırsan. Səni bugün buradan göndərəcək, başqası gələcək sənin yerivə. Desən, bura kim gəlir? Show biznesin sevimlisi. Show biznesin sevimlisi. Ceyhun qardaşım, mənim idmançı qardaşım. Hamını arıqladan, bədənini formaya salan, məndən başqa hamını görkəmli eləyən necə sən, nə var, nə yox? Salamlayıram hamına. Elə ilk mən də izlədim, sən dedin ki, məndən başqa hamını arıqladın. Tənbələm, yəni bunu boynuma alıram. Bir dənə sən qalmışsın. Vəziyyət necədir? Yemək yanında, Aha. bütün günü rahat divanda.
Ne Ye, gələsən ha? otur, qəşəng sərin özün üçün. İşlər yaxşı gedir. Yaxşı şükür. Səni görəndə pozitiv enerji alan. Hiss edirsən aparıcı olaraq. Bəli. Nəsə var onda Bəli, belə. var. Nəsə var onda, nəsə var. Nəsə var onda. Baxarıq görək nə var. Dəvət edirəm bura, onu biz bilə bilmərik. Onu psixoloq bilər. Nə var? Söhbət insanın bax burası var ha. Xüsusilə efir insanlar. O çox vacib bir məsələdir. Çox. Elnarə xanım gəlir, Elnarə Eminova, psixoloq. Elnarə xanım necəsən? Allı güllü, Leyla, Yaşar gələn oxuyacaqsın üçün. İnşallah. Sabahınız xeyir olsun. Tamaşaçılarını salamlayıram. Sən xüsusi auditoriyan var. Salamınızı göndərik. İnşallah gözəl bir gün keçirərlər. Uğurlu bir veriş olar. Çox əlayım. Yaxşısan. Çox yaxşı. Bizim təsadüfdəndir, zərurətdəndir. Artıq neçənci kəsi çığını. İllər Elnarə xanım yoxdur. Bəlkə də ağlımız Neçə ayda həqiqətən yoxam. Təsadüf deyilən bir şey yoxdur da. Hamısı olmalıdır. Ürəkdən ürəyə yol var. Çox şadam. İşlər var, mənim xəbərim yoxdur. Dəvət eləyəcəm o qardaşımı bura. Dünən səni vurmuşam ki, verilişə baxmırdım. Dedi, yalan deyə bilmərəm. Biraz baxdım, çıxdım, amma evdəkilər baxırdılar. Dedim, sən sabah qonaqsan, nətər yəni evdəkilər baxırdılar, sən baxmırsan, çıxırsan, gedirsən, işin gücünün dalınca. Gedirsən də oradan. Yaşar gəlir, mənim Yaşar qardaşım, Yaşar Usub. Yaşar, sabahın xeyir olsun. Necəsən? Nə var, nə yox? Hə, sən mikrofonun var. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun əziz dostlar. Salamlayıram studiyadakı qonaqlarımızı da, efir qarşısından bizi izləyən hər kəsi də. Yaxşıyam Samir. Çoxdan görüşmürdük nəhayət ki. Nəhayət ki. Bu gün qismət oldu sənin verilişində olmaq. Sevindim. Həqiqətən sevindim. Sağ ol əzizim, minnətdaram. Çünki elə qonaqlar olur ki, deməli, hörmət tamaşaçılarımız, qonaqlarımız gələndə əhvalım, ruhiyyəm həqiqətən yaxşı olmur. Bax, indi onu bildim ki, deməli, bu qonaqlardan asılıdır. Elə veriliş olanda istəyirsən ki, veriliş bitməzsən, elə qal, axşama qədər günüvü, bax, burada keçirdəsən. Onlardan həqiqətən, yəni, üzgörənlik olmasına. Hamımızda müsbət var. Bizimizin göstəricisidir. Psixoloq kim deyir, ha, bunu Elnarə xanım? Psixoloq kim deyir? Daxilimiz gözəldir, ona görə sizə gözəl aura bəxş eləyə bilirik. Vəssalam. Ya, düz sözü nə deyəsən. Hörmətli tamaşaçılarımız, 88-72 Azərbaycanımızın bütün regionlarından SMS-lərinizi 88-72 yazın, göndərin 050-051 müştəriləri, yəni Azərsel işlədənlərdə belə deyək. Amma ölkəmizin hüdudlarından kənarda olan soydaşlarımız üçün xüsusi nömrələrimiz var, aşağıda görürsünüz, zəng də vura bilərsiniz. Bir sözlə, səsinizi, sözünüzü bizə çatdırmaq üçün bütün fürsətləri sizə veririk. Sadəcə sizin də yararlanmağınız lazımdır. Yaşardan bir ifa. Gəlsin, sonra davam edək. Senle yaşadık en güzel anları. Kiçik bir vaxtda biz roman yazdık. Heç kim bilmədi biz nələr yaşadık. Bu sevgimizin adı gizli qalsın. Senle yaşadık en güzel anları. Kiçik bir vaxtda biz roman yazdık. Heç kim bilmədi biz nələr yaşadık. Bu sevgimizin adı gizli kalsın. Adı gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım sende gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım sende gizli kalsın.
yaz geldi. Erken alışıp yanmadan söndü. Hiç kim bilmedi biz neler neler yaşadık. Bu sevgimizin adı gizli kalsın. Adı gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım sende gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım sende gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım sende gizli kalsın. Bu son olsun, alem duysun. Ayrıldıksa gözler dolsun. Harda olsan, kimle olsan, adım bende gizli kalsın. Teşekkürler Əsir Yay Əhval-Ruhiyyəli musiqidə. Yeni mahnılarımızdan biridir. Adı gizli qalsın. Harda olsan, kimlə olsan, adın, mənim adım səndə gizli qalsın, sənin adın məndə. Belə bir romantik mahnıdır. Bir də görürsən, adam gizli saxlaya bilmir. Elə birinin yanında deyirsən və salam, onunla da bütün Azərbaycana səs yayılır. Amma gərək gizli saxlayasan. Hərdən şeylər var ki, gizli saxlamaq lazımdır. Var səndə elə şeylər. Deyəsən, səndə var elə şeylər gizli saxlayasan. Ümumiyyətlə olur da, yəni ki, məndən söhbət getmir. Ümumiyyətlə... Gizli saxladığın bir şeylər var, onu bilsən, biri o bilir. Özəl şeylərimiz var ki, təbii ki, ümumiyyətlə, çox şeyimi də dostlarım ki var, müəyyən, yəni bir-iki nəfər ən yaxın dostlarımız var. Onlarla, məsəl üçün, hansısa bir şeylərimi bölüşərəm. Amma genəldə türklər demişkən, nəyisə danışmağı sevmirəm. Yəni, adam var ki, nə bilim, gedər yolda başına bir iş gələr, nə bilim, nəsə olar, maşının təkəri partlayar, onu gəlib belə danışar ki, o normaldır da, bu olur. Yəni, yaşayırıqsa, bu olmalıdır. Olmalıdır. Ceyhun, gizli saxladığın məqamlar var, bax, özəl həyatında ki, onu heç kim bilmirlər. Yoxdur. Yoxdur. Amma olur ki, bəzən başqa məqamlarda məcbur. Saxlayırsan. Yəni, onu heç kim bilmir. Bir sən bilirsən, bir o bilir. Yəni, üçüncü şəxsin bilmədiyi bir belə gizli məqamın var. Eşq mənasında xeyir yoxdur. Eşq Allah bilməz. Gizli məqam deyən, ancaq eşq nəzərdə tutulur. İki tərəfli deyir, ona görə. Sual edir. İki tərəfli. Yoxdur deyirsən. Xeyr. Sadəcə, səndə var belə? Yox, məndə içində yoxdur gizli. Mən elə bir insanam ki, Sən də olsun da gizli qalır da, sən orada, biz burada, nədən xəbərimiz var? Mən elə bir insanam ki, o qədər belə də əhval-ruhiyyəli, pozitiv bir insanam ki, nəsə doğrusa o deyir, part deyə partladı birdən, elə bir insanam, xarakterimlə irəli gəlir. Ona görə də heç bir gizli məqam yoxdur, belə. Yoxdur gizli məqam? Yox, heç bir şey gizli məqam. Yəni, psixolog kimi əslində saxlamaq lazımdır. Belə deyək də, ümumiyyətlə, insanlar xaraktercə iki qrupa bölünürlər. Bir var ekstraver insanlar, bir də var intraver insanlar. Intraver insanlar o insanlardır ki, özünə qapalı, heç nə bölüşmək, sevməyən, hər yaxşısını, acısını, şirinini içində, daxilində yaşayan insanlar var. Ekstraver insanlar da o qədər emosionaldır ki, yaxşını, pisi də çox açıq şəkildə bölüşə bilər. Getdim filan şey oldu, var filan kəslə sevgi yaşayıram. Əslində, ekstraver olmaq daha rahatdır insanın sağlamlığı üçün, düşüncələri üçün çox yaxşı bir xarakter xüsusiyyətidir, amma onu hər adam bacara bilmir. Ekstraver olmaq daha gözəldir, həyatda rahat yaşamaq üçün. Ürəyini üstə saxlamırsan da? Bəli. Yəni, əziyyətə vermirsən. Amma daxilivə atırsan, həm müəyyən somatik xəstəliklər yaranır, həm çox düşünürsən. O da bizim istər-istəməz xarici görünüşümüzdə özünü göstərir. Göstərir? Təbii ki. Təbii ki. Fikirli adamdır, qapalı adamdır. O insanlara biraz ağır olur yaşamaq həyatda. Çox çətinlik çəkirlər. Həqiqətən ağırdır, amma Yaşar, bir şey də var ki, insan da var ki, adamın gözünün içinə baxa-baxa bildiyin şey sənə yalan danışır. O başqa dərddir də, o başqa problemdir. Yəni, gözünün içinə baxa-baxa həm də sənə yalan danışır. Adam axı bir insanı çox istəyəndə hiss edirsən nə var, nə yox. Nə qədər day belə deyək də, avam olasan, nə qədər dərk eləməyəsən. Dərk eləməyəsən, hissiz-hissiyatsız olasan, amma
o dəqiqə o dalğalar gəlir səni vurur. Məndə məsəl üçün elə olub ki, Elnar xanım müəyyən şeyləri bilir də. Oturduğum yerdə tutaq ki, oturub yazdığım yerdə Yaşar yığmışam ki, Yaşar, filan şadlıq evinin qabağında niyə maşını saxlayıb dayanmışsan? Valla. Deyir ki, hə, adam gözləyirəm, məsəl üçün də, indi gəlir çıxıram. Amma oturduğum yerdə... O məndə də belə şeylər olmur, sən kimi, yəni düşündüm, amma məndə nə olur? Məsəl üçün, kimisə Samir, ağlımdan keçər Samir, Samir yığar. Sən nə bildin ki, mən bu dəqiqə ağlımdan Samir keçib, o belə şeylər olur. O da deməli, ürəkdən ürəyə gedən o siqnaldır. Valla çox qəribə. Bilmədiyimiz siqnaldır. Amma siz dediniz ki, insan insana yalan danışır, adam gözünün içinə baxa-baxa, siz özünüzə olan dəyəri götürün də. Demək, o an üçün sizə yalan danışmaq istəyir, o səbəbdən ki, sizi incitmək istəmir. Çünki onun dediyi doğru sizi incidəcək, o da sizi incitmək istəmir. Yəni, o sizə verilən bir dəyərdir. Başa düşürsünüz? Dəyərdir mi səni yalan danışmaq? Yox, indi baxın, hansı məqamda? Səni incidəcəksə, yəni, sən onu incidəcəksən, yəni aranızda münaqişə yaranacaqsa, o məcburdur ki, o anda yalan danışsın. Əslində onu qiymətləndirmək lazımdır. Yəni, indi yalandır, iki başlı yalanlar var da. Yalan var, ev yıxır, yalan var, işçilərdir. O medalı da ver, mən onu qiymətləndirəm. Bax, Sadət o yalan danışanlar üçün medal gətirib. Kim kimə çox yalan danışıbsa... Sənə niyə verir bə? Sən çox yalan sən danışırsan. Yox, danışmamışam. Bunu gətirib ki... Sadəcə, bu nə medaldır belə? Deməli, biz Salam Azərbaycan verilişini Pitigorski şəhərinin çəkilişində olanda hər şəhərin, yəni şəhər dumasına, şəhər administrasiyasından biz Azərbaycanımız haqqında, soydaşlarımız haqqında intervyu götürürük. Və orada şəhər dumasının sədri bir xanım, yəni ən sonda dedi ki, mənə çox xoşum gəldi. Birinci, yəni Azərbaycandan televiziya, Dünya TV kanalı və Salam Azərbaycan verilişdir ki, bəs bizdən gəliblər, intervyu götürürlər ki, burada Azərbaycanlılar necə yaşayır və burada nə işlər görürlər, Azərbaycan necə təmsil edirlər. Dedi, bunu mən çox dəyərləndirirəm və dedi, ilk Azərbaycanlı həm televiziya nümayəndəsi və həmçindəki birinci Azərbaycanlısınız ki, bu medalı sizə verirəm, Lermontov adına fəxri medaldır. Tamam, təbrik edirik. Təbrik edirik. Deyirəm də kişi mənə tanış gəldi. Çox sağ olun. Deyirəm də yaxından ki, bu kişini haradasa görmüşəm. Orta məktəbdə. Təbii ki, bəli. Dərsliyində. Şəkillərini görmüşəm də, nə yalan deyim. Bu hər kəsin bizim hamımızın olur. Kişilə şəkillərim olmasa da, şəklini görmüşəm də, nətər deyim. Görən kim tanış gəldi, valla. Sadət, uğurlar sənə. Sağ olun. Buyur, təşəkkür edirəm. Çox sağ ol, Samir. Uğurlarım bol olsun. Hörmətli tamaşaçılarımız, SMS nömrələrimizi bilirsiniz. Bizi Instagramdan da axtarıb araya bilərsiniz. Instagram səhifəmizdə Samir Bayramlı DTV, belə də ki, bütün əməkdaş burada olan qonaqlarımızın hamısının Instagramı var. Sadət, varsa Instagramda? Bəli, varam. Nədən? Təbii ki, bir o məqamı qeyd eləmək istəyirəm ki, mən paylaşdım ki, bəs verilişdə qonaq olacağım. Sizi inandırım ki, o qədər zənglər gəldi. Ən çox da ölkə xaricindən zənglər gəldi. Instagramda adın nədir? Sadə Tarif qızı. Sadə Tarif qızı, salam. Ceyhun Vəliyev də elə birbaşa. İngiliscə, ingilis hərfi. Yəni, J ilə. C ilə yox, J ilə. J ilə, Ceyhun Vəliyev. Yaşar Yusuf. Yasar Yusuf. Yasar, haşsız. Yasar. Yasar Yusuf, bəli. Niyə Yasar? Yaşarlar çoxdan ona görə? Yox, sadəcə olaraq zamanında elə belə oldu. Yəni, ondan sonra dəyişiklik eləmədim. Yasar Yusuf. Yasar Yusuf. Adamı deyilən şirin oldu. Yusuf B. Hə, Yusuf. Elnara xanım Eminova da var Instagramda. Psixolog kimi siz həm də yenə orada çalışırsınız. Kaspiyan Plaza'da. Pasim televiziyon orada qəbul edirsiniz. Elnara xanım çatdırır da. Halal da Elnara xanıma. Instagramdan da bizi axtarıb araya bilərsiniz. Samir Bayramlı DTV bizim səhifəmizdir. Mən bu arada bir təşəkkürüm var edim. Dünənləri biz Azərbaycanımızın Qobustan bölgəsindəydik, Şamaxıda olduq, Qobustanda olduq. Deməli, Xəzər televiziyası ilə mənim dəyərli həmkarım, dostum, Lətafət xanım Ələkbərovanın proqramında hədiyyəmiz biz. Mən buradan sadəcə təşəkkür etmək istəyirəm. Biz kimlərin ki, evlərində olduq, onlar ki, bizi necə qarşıladılar, o istiqanlı münasibətlərinə görə mən o bölgənin ağsaqqalı 80 yaşlı Əli Dadaş kişiyə təşəkkürümü bildirirəm ki, o bir xeyriyyəçi bir insandır, çox ziyalı bir insandır və əziz Qobustanlılar onun qədrini, qiymətini bilin. Doğrudan o bir başqa kişidir. Bax belə. Instagramdan bizi arayıb axtara bilərsiniz, SMS-lərinizlə yaza bilərsiniz. Bir elanımız da var. İş axtaranlar. Və sonra deməyin ki, iş tapa bilmirik. İndi sizə elə bir iş verəcəm. Elə bir iş verəcəm. Yəni, Samir sizin üçün iş verir. Təsəvvürünüzə gətirin. Düzdür, elanı mən oxuyacağım, işi mən vermirəm. Hörmətli dərzilər.
tikmə, biçmə, bacarığı olanlar, yəni söhbət dərzilərdən gedir. Bəzən iş axtarmaq çox tapmaq çətindir. Bax, elan verirəm buradan, təcili zəng vurun və təcili dərzilər, dərzi qadınlar, kişilər tələb olunur. Deməli, yeni açılmış qadın paltarları tikilən fabrikə təcrübəli dərzilər, kişi və qadın dərzilər tələb olunur. Əmək haqqı çox yaxşıdır. Yəni, ehtiyac duyanlar buyurub bizdən əlaqə saxlaya bilərlər. Daha doğrusu fabriklə, bu qaynar xətləridir. Azərbaycanda yeni bir fabrik fəaliyyətə başlayır. Qadın-kişi dərzilər lazımdır. Yazın telefonu 055 ilə 685 76 96 051 ilə 503 12 14 055 ilə 685 76 96 051 ilə 503 12 14. Təşəkkürlər. Birazdan yenə söyləyəcəm. Qəndrə xanım, nə qayıracaqsan orada? Deməli, Gürcüstana getmişik biz. Deyin bir küləsiz. Biz Gürcüstanda, orada bilirsiniz ki, 1 milyona yaxın Qarapapaq türkləri yaşayır. Biz getdik, orada çəkilişlər elədik. Abigül Mirzəliyev, İbrahim Borçalı, mən. Çox gözəl qarşılanma oldu, çox gözəl proqramlar çəkdik, 2 verilik çəkdik. Biz İbrahim Borçalının ata evində olduq, orada veririk anası. Valla gəlinlər də indi paxlavayı qayırıblar, bunların biraz dilləri axı fərqlidir. Özlərinin məxsus dialektləri var, şivələri var. Deyir gəlinlər də, nə bilim, dolmanı indi bu dəqiqə qayırıblar. Elə danışmırıq biz. Nətər danışırsınız? Şirin danışırsınız. Çox şirin. Özün kimi də yeməklərin də şirindir. Dünən uşaqlar gözlərinə sürtüblər bir şey deyirlər. Bu günləri badimcan qızardacam, biləmi? Padlitkasından çaxoq bir kimi də mi? Yanında olsun. Acılı olsun. Çaxoqda nədir? Çaxoq bir acılı da, acılı. Padlitkasında yanında olsun. Bir də çoban salatı. Bir də çoban salatı. Yüngül 2 dənə. Bunun üçün deməli hər badımcandan olmur məncə qızartmaq. Eləsə olur, acı olur. Balaca badımcanlar olur, balaca. Yekə-yekə tumları yekə olan ondan alınmır. Bir də balaca olur, gözəl görünsün. Yeyəndə də süfrədə gözəl görünür, amma. Amma bilirdim ki, böyüklərdən dadlı olur axı. Böyüklərdən mən... Böyüklər daha ətli olur. Bunlar da ətlidir. Yaxşıdır, prosto. Yaxşı, bir dəfə balaca badımcanlardan eləyək. Uğurlar sənə. Demək, oraya reklamların vaxtı deyək ki, hələ. Tamam. O zaman biz sponsorlarımızdan danışaq, sonra mövzumuzdan danışacağıq. Birinci danışıram Xanədan Şadlıq Sarayından. Gəlir xonçalar, gör nə gözəl toydu bu. Başda gəlir xonçalar, gör nə gözəl toydu bu. Qucaqlaşır qudalar, əcəb şirin toydu bu. Qucaqlaşır qudalar, əcəb şirin toydu bu. Nə gözəl toydu bu, nə şirin toydu bu. Xonçalar, gör nə gözəl toydu bu. Qucaqlaşır qudalar, əcəb şirin toydu bu. Ay qonaqlar, tez gəlin, gör nə gözəl toydu bu. Qoşa süzür, bəy gəlin, əcəb şirin toydu bu. Ay ata, sən də oldun qaynata. Gözün aydın, ay ata, sən də oldun qaynata. Gözləyməsin bu toya bu saata, əcəb şirin toydu bu. Gözləyməsin bu toya bu saata, əcəb şirin toydu bu.
söz olmaz gözəllikdə təkdir bu, təkdir bu. Toydu bu, nəğmə oxu bu gülə bülbülə. Əcəb şirin toydu bu, Yaşar Yusuf gəldilər, gəldilər. Gör nə gözəl toydu bu, toydu bu. Gözün aydın, ay ana, ay ana, oldun bugün qaynana, qaynana. Gözün aydın, ay ana, oldun bugün qaynana, qaynana. Toy düşər tarixə dastana, əcəb şirin toydu bu, toydu bu. Bu toy düşər tarixə dastana, əcəb şirin toydu bu, toydu bu. Teşekkürler ay Yaşar, teşekkürler. Kendine hanım yemeğimiz de yandı, çok sağ olun. Ve zarafat ediyorum, yanmaz. Ve bir şey söylemek istiyorum. Saadet, inşallah Allah belə deyək də, əvvəla anlava can sağ ol versin, bilirəm biraz nasazdır. Peki toyun olsun, gələk orada oynayaq. Saadet, belə kompleksiz bir xanımdır. Mən ona görə onu çox sevirəm. Belə öz hayında, huyunda olan bir xanımdır. Və o insanlar heç vaxt xain adamlar olmur, bilirsən də Yaşar. Nəyi var açır tökür, nəyi var belə ortalıqdadır da. Zor ama bəzən də onlardan su istifadə edirlər. Yəni, onların saflığından, təmizliyindən, paklığından qarşı tərəflər istifadə edirlər, yararlanmağa çalışırlar. Məsələn, mənim də həyatımda bu şeylər baş verir və sadəcə o insanlar bilsən nə etmək lazımdır? Kəsmək və elə yerə atmaq ki, bir də dala qayıtmaq. Hə, İnara? Oradan qayıtmasınlar. Lazımdır bu. Mütləq. Psixolog fikirdir. Hərdən insanlara o qədər dəyər verirsən ki, özlərini o qədər dəyərli hesab edirlər. Sonra düşünürsən ki, sən ona o qədər dəyər verirsən. Heç dəyərli deyil. Heç o dəyərli deyilmiş. Həqiqətən ha. Zamanla yeri göstərmək yaxşı bir şey. Ümumiyyətlə, bu insan tanımaq məsələsi var. Bu, hər adamda mən düşünürəm ki, indi psixolog xanımız daha yaxşı bilər ki, mən məsəl üçün hərdən çox az hallarda yanıla bilirəm. Açıq deyim. O insanın baxışından bilirəm, danışığından tez tuta bilirəm. Biz musiqiçi belki həssasıq, ya təcrübədən irəli gəl, ya nədirsə, çalışıb doğrudan da, yəni pislik etmək istəyən insan, mən hərdən görürəm dostlarımızda. Görürəm onun ətrafındakı insan başqa niyyətlə yaxın. Mən onu görürəm, onu demək olmaz axı, onu riski demək olmaz. Bilirsən ki, o başqa niyyətlidir. Hə, amma belə qıraqdan baxıram, sonra mənim dostlarım, uşaqlar var yaxınımızda, o məsəl Cavidgil filan, deyir ki, Yaşar, sən deyirdin ha, filan vaxtı filan şey. Özü də üstündən keçib demişəm, özüm də yadımdan çıxıb. Deyir ki, bax, sən necə düz demişsən, doğrudan bu adamda hə, problemlər var idi. Bir müddət sonra o şeylər bizə çıxır artıq. Yəni, o müəyyən məqamlar. Və Yaşar, bir müddətdən sonra adam bəzən, məsəl üçün, o qədər örgəşir, o qədər yaxınıva buraxırsan, o qədər, belə deyək də, elə bilirsən ki, doğma bilirsən, yaxın bilirsən. Doğma bir insandır, amma bir dəfə, iki dəfə, üç dəfə və sonra Allah Teala elə o insana qarşı səndə bir nifrət hissi yaradır. Düzdür. Və bundan da deyirsən ki, hə İnara xanım, əslində bu da bir yaxşı məqamda. Dəfələrlə tanıyırsan onu. Şans verirsən də qarşı tərəfi özünü düzəlt, biraz diz ol. Bəzən şans vermək də lazım deyil. Yox, sən özlüyündə şans verirsən, ona heç nə bildirmirsən ki, sən alınmır, elə ondan da bəli, düzdür, müəyyən insanlar var ki, onları dəyərləndirmək lazım. Gülə get. Mənə bax, gülə olacaq bu günləri xüsusi tapşırmışam mən sənə. Valla, olsun da, bundan sonra xeyram. Vermişsən rejistorlarımıza gülə. Reklamlardan deyərik. Tamam, ona xüsusi yer ayırarıq. Yaxşı, o növbədən kənar olar.
salamlar da var. İcazə versəydiniz, onlar da Başqa şey çatdırardı. göndərməyiblər salamdan başqa. salamlar Rusiyadan daha gətirmiş. çox Salamla bərabər. Onun yanında Moskva konfi. Ay Sadət. Sənin üçün şokolad gətirmişəm. Sənin mən burada öyrədim. Elə gözəl şokolad Moskvadan gəlsin. Salamın yanına 1 kilo sən alırdın. Bax, orada gözəl bir şokolad var. Təbii ki, verilişdən sonra çay süfrəsi olacaq. Yox, Samir, gətirmişəm. Orada bilirsən, geçək kalbasadır. O kalbasadan 1-2 baxır. Sədət xanım yayı nəzərə alır. Bəli. Onun nəylə lazımdır? Mən yayda da kalbasa yeyirəm qışda da. Yox, əsas şokolad gətirmişəm. Moskva şokolad. Bəli, buradadır yoxsa? Bəli, buradadır. Təbii ki, buradadır. Bəs necə çıxartmısan mən onu? Dedim ki, verilişdən sonra çay içərik. İndi salam göndərə bilərsən. Yox, salam deməli, bəli, salam göndərim onda. Bax, özün dedin. Sadəcə sizə də salamlar var. Efir arası bizə çoxlu yəni insanlar yazıblar. Amma ilk öncə mən buradan anamı salamlayıram, atamı, Sumqayıtda xalam yaşayır, xanım xala, qızı Dilarə. Hamısına salamlar, sizin verilişinizi çox sevirlər, hər zaman baxırlar. Və Samir, Tümeyindən baxırlar, sizin verilişi, sənə çoxlu salamlar var. Yekaterinburg şəhərindən baxırlar, sonra Atkarski şəhərindən, Saratovdan. Demək olar ki, bütün Rusiyanın... Bilir harada nə var, bunu ölməsin, bu bilir harada. Krasnodardan baxırlar sonra, sizə yadından çıxmasın, Pitigorskidən baxırlar. O verərsən, mən də gedərəm oraya. Adlarını çəkə bilməsəm də üzürlü hesab eləsinlər. Çox insanlar baxır və sizi sevirlər. Hətta bizim Yekaterinburgdan sizin verilişiniz üçün sujet hazırlamışdıq. Bilirəm. İnandırım sizi ki, orada hətta ağbirçəklər, ağsaqqallar sizi o qədər çox istəyirlər. Verilişə çox dəyər verirlər. Deyirlər ki, bu verilişdə adı tam səmimi deyil. Hətta özündə deyir, o qədər şeylər var deyir. Bu insan deyir, tamamilə deyir, bir daxili səmiyyətin üzrə çıxarır da. Biz deyir, çox rahat oluruq efirə baxanda. Deyir, həm danışıqdan, həm qonaqlardan. Samirin əsas deyir, özü deyir, bir pozitiv enerji verir. Təbii ki, bütün Uşağım canı yanmasın, belə dəmir. Hə. Səni var eləsin. Bütün Dünya TV komandasına, bütün Dünya TV kanalının əməkdaşlarına bax. Hətta bizim Salam Azərbaycan... Sən nə əzirsən, vurub getmirsən oraları. İnşallah yeni mövsümdən, nə bilim, ürəyin asan istəyirsən burada da keçən bir proqramlarımızda. Layihə rəhbərimiz Mehmar Rüstəmovun da sizə salamlar var. Biz də salamlayırıq. O da başqa bir xarici ölkədədir. Hətta bizim, onu da deyim ki, Salam Azərbaycan verilişi, bütün hər kəs bilsin ki, tezliklə, ümumi yəni biz Dünya TV komandasının, yəni adıyıq, komandasıyıq. Xarici ölkəyə gedəcək, tamamilə bir çox-çox uzaq bir ölkədir, demək olar. Adın demə. Yox, demirəm, sir qalsın. Uğurlar sənə. Onu ancaq verilişimizdə bilə bilərsiniz. Tamam, uğurlar sənə. Demək, istirahətdən danışırıq. Ümumiyyətlə, heç istirahətiniz... Hə? Tamam, birazdan sonra deyəcəyik. Baxaq görək ki, orada yemək nə vəziyyətdədir. Bizim orada taxta qaşığımız var. Qənirə xanım. Var, hə. Yeməklərimiz nə vəziyyətdədir? Badımcan qızartması. Onun üstünə qoz olanda yaxşı olur. Onun üstünə padlivka qoyacam. Padlivka. Padlivka hazırlayacaqsan. Hə, padlivka hazırlayacam ki, yemək olmur da. Padlivka. Tamam, badımcan qızardırıq. Ümumiyyətlə tərəvəzləri qızardırıq. Ceyhun, yayda şikayət edirik ki, kökəlirik, istədiyimizi geyinə bilmirik. Bir də görürsən ki, nə qədər şikayət edirik, özümüzdən şikayət edirik. Sonra paltarı tərdə soxuşdururuq əynimizdə ki, yox, geyinməliyim. Əslində yayda kökəlmirik, qışda kökəlirik, yayda geyinəmirik o paltarları. Deməli, qışdan kök gəlirik. Əslində, hava isti olduqsa, adamın kökəlməyi biraz daha çətinləşir, çünki tər vasitəsindən çox çıxardırıq suyu. Biraz çəkimizin qalxmağı biraz çətin olur. Amma qışda... Sən neyinirsən ki, bax, belə formadasın, qardaş? Maşallah, göz dəyməsin. Neynir? Məsələn, qolları əladır, baxıram, ayaqları əladır, elə bir ki, mən də şey alıram, adam bir malam deyir ki, baxıram, qolları yaxşıdır, ayaqları yaxşıdır. Məsələn, qarnı yoxdur. Bax, bu nahiyədə adamı adətən narahat edən məsələ, adətən deyirlər ki... 102 kiloyam. 102 kilo. Bəli. Amma enə vermişsən. Boyum misal üçün 1.81-dir, 102 kiloyam. Normalda yəni desələr ki, 1.81 boya 102 kilo yoxdur, deyirlər çəkisi çoxdur. Amma o çəki çox olmağı nisbi xarakter daşıyır. Yəni məşq eləməyənlərə aiddir ki, yəni boyumla çəkim bir-birinə uyğun deyil. O bizim yağ kütləmizdən asılıdır. Yəni mənim yağ kütləm digər insanlara nisbətən daha azdır. Ona görə 1.81 boyda 102 kilo çəkimin olmağı normal görsənir. Amma normalda məşq eləməyən adamlarda 102 kilo çəki boya görə bəli çox. Tamam. Bir də bir sual verim. Ceyhun, tutaq deyirsən ki, 102 kilo çəki əslində normalda çoxdur məşq eləməyən insanlarda. Məsəl üçün, niyə sən də yağ yoxdur? Yediyim qidaya görə. Onu demək istəyirəm. Yəni, yediyin qidaya görə. Şirniyyat və şəkər və yağdan uzaq dururam. Əsasən zülal və karbohidrat yeyirəm.
şəkər və yağın... Daha loru başa sal. Daha, bəli, onu demək istirdim elə. Şirniyyat ümumiyyətlə yemirəm, çox nadir hallarda, həftədə bir dəfə. Set day günü var, xəyanət günü. İdmana xəyanət edirlik həmin gün. Xəyanət günü. İngilis termindir, bəli. Həmin günlərdə yeyirik, həftədə bir dəfə. O gün aylığı üzümüzə xəyanət günü. Şirniyyatı, fast food, şəkər riskilər, az miqdarda da xəmir yemələr. Bunlardan uzaq duraraq, yəni... Spirtli içkilərdən uzaqsan. Bəli, alkoqol ümumiyyətlə qabilləndə. Xüsusilə pivədən də yaya. Pivə kökəldir. Bütün alkoqolların 1 qramı 7 kaloridir. Yağ 9 kaloridir, alkoqol 7 kalori. Yəni yağa yaxındır. Yəni biz 100 qram içəndə, belə deyək, Allah eləməsin, 700 kaloridir. Misal üçün, bir insan, bəli, bir insan qasış lentində 1 saat qasısa, orta hesabdan 500 kalori yandırır. Yəni, deyim ki, belə başa sağlam, 100 qram içdiyimiz alkoqol 700 kaloridir, yəni ondan daha çox. Və ya yediyimiz bir hamburger, bir kola, bir kartof fri 3050 kaloridir. Biz 2 saata qasış lentində 1000 kalori yandırırıq. Təsəvvür edin də. Dəhşət bir şeydir. Bir sözdən də ağzınıza titdi. Yemin. Yox, o resepti lazımdır. Mən də biraz arıqlayım. Yox, bir şey var. Nələr daxildir ora, yazım. Sən gəl, üstlərə. Onları yeyə bilərsən polunu. Xəyanət gününün reseptini yazıram. Demək, mən həftəmizin neçənci günləri xəyanət günümü həyata keçirdim. Sən də 7 gün olsun. Mən 6 bazar elə, toylar olan gün elə, toylar olan gün elə. Toylar olan gün elə. Bas geçsin. Çox adam idmansızlara ya məşq eləyənlərə baxanda deyirlər ki, yox, bunlar yaşamır bütün gün elə, bütün gün diyet falan, ya bütün gün diyetdə deyilik. Bir də Ceyhun, gecə yeməyin, məsəl üçün, bax, belə show biznes nümayəndələri qoy baxsan, ümumiyyətlə sənət insanları da, məsələn, gecə ki, biz məclisdən gəlirlər, müğənnilər. Orada çox yanlışlar var. Yox, gecə yemək kökəldir adam yoxsa. Misal üçün, yanlış bildiyimiz doğrular var. Ki biz onu elə bilirik yanlışdır, elə bilirik. Amma əslində o doğrudur. Misal üçün, gecə axşam saat 11-də bizim steak yeməyimiz normaldır. Əgər ki 2-də yatırıqsa, 10-da 11-də rahat steak yeyə bilər. Çünki steakdə yağda sıfırdır, karbohidrat da sıfırdır. Zulaldır, 100 qramında 22 qram. Zulal da bizi heç bir halda kökəldə bilmir. Onu da məsələn, və ya kebab götürək. Məclislərdə əsasən steakdən daha çox kebab olur. Yağsız lülə və antrikotdan başqa yiyəcəyimiz bütün kebabları rahatsızlıqla yeyə bilərik axşam. Sadəcə olaraq toy məclislərində niyə kökəlirik? Çünki toy məclislərində 5-6 cür ət olur, 5-6 cür salat olur. Biz hamısından yeyirik. Hamısından yeməyib, hərəsindən birini və ya hərəsindən ikisini yesək, biz kökəlmərik. Tamam. Məsələn, mən Yaşar bir şey söyleyeyim. Əgər acamsa, yəni bu illərlə belədir. Mənim üçün maraqlıdır ki, sizdən soruşmaq istəyirəm. Məsələn, bax, birin qoyduğunu danışıram. Məsələn, masanın üstündə 50 cürə yemək varsa, mən onun birindən yiyəcəm. Doyana qədər bir yeməkdən yiyəcəm. Məsələn, toyuğu qatım balığa, balıq qatım toyuğa, onu qatım buna, kaşa düzəldim. Yəni, elə çox narahat olaram, partlayaram. Əslində belə bir şey var da, bizdə deyir ki, toya gedirəm, bunu da yiyeyim, onu da yiyeyim, o da olsun. Burada da insanlar var, rastına çıxır. Amma əslində bizim işimiz bəlkə daimi toylara getməkdir deyim, daimi yəni hər bir işi var. Bizim də işimiz yəni ora gedirik, oradan gedirik, buradan gedirik o tərəfə. Yeməklər siz demişkən, qardaş demişkən, yəni çeşidlər çox olur. Mən də məsəl üçün balıq, son zamanlar balıq, toyuq, bu da şeylər daha çox üstünlüyü verirəm. Deyim, yəni ki, lülə filan demək olar ki, azaltmışam. Yəni diqqət eləmək lazımdır. Sən də formadasan. Mən maşallah 92-93 Ramazanda 3 kilo kökəldim, 93 oldum. İndi yenə salmışam 90 kiloya, yəni belə çox kökəlmirəm, çox kökələ bilmirəm çünki... Məsələn, bizim bu il Nariyə xanım, mən yaxından çəkim. Maşallah, baxın. Necə bir qızını yeyir, durur, kökəlmir. Mən onu deyim. Öz-özünə sığırtaq elə, bax. Bir quzunu... Sən onu qoy elə. Yanlışım var, bilmədiyim məqamlar var. Mən üz güclüylə məşğulam, mən fitnesslə məşğulam. Oraların bilmirdim. Onu bilmirsən də. Deməli, Nariyə xanım, o yeməyin qabağında əgər siz fitnessə getməsəniz, aerobikaya getməsəniz, kökələrsiniz. Kökələrsiniz. Meyliyəm də, istərsiniz hamı kökələr də. Yəni, artıq biraz genişləndirsə kökələcəksən də. Daha yaxşı trener edir. Bəlkə mən özümü formada görəmə trener. Dünyada 3 bədən tipi var. Bunu ölməsin, bunun bədən tipi əladır. Bəli, ektomorf ki, hansı ki, gec kökəlir.
yediklərindən madrəm vadəsi yaxşı getdiyinə görə bədənində daha tez parçalaya bilir yeməkləri. Misal üçün, belə götürək ki, Elnar xanım Yaşar, mən üçümüzdə ektomorf bədən tipiyik, üçümüzün də bədən tipi birdir. Yəni, yağı çox nadir hallarda yığırıq. Biz ektomorfuq, var mezomorf və endomorf sizsiz. Tez kökəlirsiniz, tez arıqlaya bilirsiniz. Tez arıqlaya bilirsiniz. Yox, qidəyə fikir versiniz, arıqlayarsınız. Bir də mezomorf var ki, onlar ümumiyyətlə idman üçün yaranıblar, həmin bədən tipləri. O çox nadir hallarda olur, həmin bədən tipi insanlar. Yəni, bədən tipimizdə çox təsiri var. Tamam. Bir təbrikim var, onu edim. Deməli, bu günləri bizi Xarkovdan izləyən izləyicilərimiz var. Gözəl bir ailə var. Mən buradan hər birini salamlayıram, bütün ailə üzvlərini. Həmin ailədə Aysel balamızın doğum gününü bugün qeyd edilmişlər. Nənəsi Xatirə, babası İttifaq, dayısı Qismət, anası Könül. Təbii ki, bu təbriklərə qoşulurlar. Mən də bu təbriklərə qoşuluram. Bir Dünya TV ailəsi olaraq şəxsən təbrik edirəm. Bu gözəl balamızı elə Əli bəyin adından da təbrik edirəm, Aydəniz xanım da adından təbrik edirəm. Bir sözlə, bütün kollektivimiz bu təbriklərə qoşulur. Aysel balamız, Allah səni saxlasın. Nə deyək? Xanımın da adı günüdür. Yəni ki, məlumatlı... Bizim təranənin, Kafilet təranənin. Bəli, mən də təbrik edirəm. Xoşbəxt olsun. Əsl ki, can sağlığı arzulayıram ona və təbii ki, bir balası var. İnşallah onun xoş günlərini görmək hər zaman nəsib olsun. Bütün Dünya TV ailəsi adından təbrik edirəm. Təranə xanım, Aybəniz xanımın da adından mən də sizi öpürəm, bağrıma basıram, bizim gözəl anamız. O günləri, çünki Təranə xanım əlləri ilə zəhmət çəkib mənə yeməklər hazırlayıb göndərir. Hansı yeməkdən xoşum gəlirsə. Təranə xanım, biləsiniz. Hə? Sizə də qıymadır, bilirəm. Öpürəm səni, bizim gözəl anamız. Telefonda da ağladı məndən danışanda. Çox pis oldum, Allah sizi qorusun. Bir dənə balamız var da, Allah onu xoşbəxt eləsin. Çətin məsələdir, bir bala, bir uşaq evdə əgər varsa, adam mənim ayrılmaq istəmir ondan, qız olsun, oğlan olsun. Elə istəyən ki, subay qalsın, yanında qalsın. Çünki bağlılıq var, adam təsəvvürünə gətirmir ki, bir uşaq necə çıxsın, geçsin. Və bizi, hə? İki də çətindir. Çiftləşdirmək lazımdır. İki övlad olmalıdır ailədə. Yaqut xanım Nəriman bizim müğənni dostumuz salamlayır hamımızı. Yaşaraq xüsusi salamlar göndərir. Mən də salamlarımı göndərirəm. Yaqut öpürük səni, gözləyirik burada. İnşallah dəvət edəcəm. Və mənə yazıblar ki, Masallıda toyda şeir dediğinizi əla idi. Kim yazır? 8606. Çok sağ olun, əla gününüz olsun. İlman bizi Masazır'dan izləyir. İlmanımız bizi Masazır'dan izləyir. Həyat yoldaşı Fatimə xanım, Seydə xanım, Həci Gülmarə xanım, hamısına buradan salamlar göndərik. Masazır'dan bizi izləyirlər. İzləyənlər çoxdur. Nağara ifaçısı kimlərdən işləməyib? Əməkdar artistimiz Əli Rızayev salamlayır. Yaşar, sən çox bəyəndiyini söylüyor. Təşəkkür edirəm, minnətdaram qardaş, çox sağ olun, Allah razı olsun. Əli müəllimə də uğurlar, çoxdan da xəbər ətəri yoxdur. Sonra müğənni Cavid Qafarov salamlayır sizi. Salam aleyküm. Tanışdığın var Cavid? Əlbəttə, salamlayır. Hər birimizi salamlayırıq, Cavid sənə də uğurlar arzulayırıq. Çox tənbəldir Cavid, çox şeyləri qaçırtdı, çox fürsət əlindən qaçırtdı, qaçırda da gedir. Bilmirəm. İnşallah yaxşı olar. Hə, nə arxayınçılığı varsa da onda bilmirəm. Amma yaxşı başlamışdı. Yaxşı başlamışdı. Baxaq. Yazanlar çoxdur əslində. Yazanlar çoxdur. Qənrə xanım, nə yerdədir Badımcan? Badımcan qızarır, pusat normaldir hamısı. Paldivkada hazırdır. Normaldir. O paldivkanı hələ hazırlamayın. Hazırlamısınız? Yox, qatı hazır qoymuşam. Qutarandan sonra hazırlayacağım. Nə qutarandan sonra? Badımcan, birinci badımcanı qutarırsın. Hə, badımcan qızarandan sonra siz onun üstünün, belə deyəcək, qarasını hazırlayacaqsınız. Özü acılı. Gürcü sayağı hazırlayacaqsınız. Gürcü sayağı. Tamam. Təbriklərimi olar? Hə, buyur. Təbrikləri et, reklamlara ayrılaq. Mən buradan Dünya Televiziyasının rəhbərliyinə böyük minnətdarlığım var, salamlayıram. Yaxşı ki, bu layihə açılıbdır. Mən də buradayam. Samir də çox yaxşı insandır, xoşbəxt olsun. Qonaqlarımı da salamlayıram, qonaqlarım xoş gəlir, hamısı bir-birindən yaxşıdırlar. Biz də sizi salamlayırıq. Mən bacılarıma buradan salam söyləmək istəyirəm. Bacılarım həkimdir, biri Gürcistandadır, ginekoloq, biri Sımqayıtdadır, ginekoloq. O biri bacılarım da narkozluqlar fuqat edirlər.
İş yoldaşlarımı təbrikləyirəm, mən təbrik edirəm buradan. Siz də xəstəxanada çalışırsınız. Bəli. Orada Ayda xanım. Tibbacısınız, yoxsa həkim? Psixoloqam. Psixoloq. Ha, bilmirəm. Ayda xanımı buradan salamlayıram. 26 nömrə klinikanın qlavvraç, nətədir? Qlavvraç vraç. Baş həkim. Baş həkimi. Təşəkkür Ayda Fatma xanımı təbrikləyirəm, onkoloq. Mən onu çox istəyirəm, yaxşı insandır. Bir də mənim Gürcüstanda bir dənə padruqam var, onun oğlu Elvin məzun olubdur, məktəbi qutarıbdır. Göz aydınlığı verirəm. Ürəyimi boşaltdın? Heç kim qalmadı. Yazma düşənlər var. Salamlarımı söyləyirəm Gürcüstana. Elanımız var, hörmətli tamaşaçılarımız. Yenicə açılıb istifadəyə verilmiş tikiş fabrikində bacarıqlı dərzi kişilər və xanımlar işçi kimi tələb olunurlar. Əgər bizi izləyən, bizə baxan tamaşaçılar arasında dərzi kişilər, xanımlar varsa, müraciət eləsinlər bizə, əlaqə nömrəsini xatırladıram. Tikiş fabrikində çalışacaqlar, yüksək əmək haqqı ilə 055 ilə 685 76 96 051 ilə 503 12 14 Filmlə tərz açdı. 051 ilə 503 12 14 055 ilə 685 76 96 Belə. Xanədan Şadlıq Sarayı proqramımızın sponsorları sırasındadır. Övladlarınızın toy büsatlarını və içən ailə məclislərinizi xanədanda həyata keçirdin. Xanədanda kimlər ki toy eləyəcək, sentyabr ayına qədər gəlinlər pulsuz bəzədilir. Kimlər ki xanədanı seçim edəcəklər, gəlinlik maşınları onlara pulsuz olaraq xidmət göstərəcək toylarında 300-350 nəfərə qədər qonağınızı, qaranızı siz Xanədan Şadlıq Sarayında qarşılaya bilərsiniz. Milli və Avropa mətbəxinin ləziz, gözəl təamları ilə yanaşı istədiyiniz musiqiçi kollektivini də siz ora dəvət edirsiniz.